Herkese iyi akşamlar diliyorum. Bu akşam yeni bir konuğumuz var. Konuk arkadaşımız Taliş halkından. Kendisi uluslararası hukuk okumuş, Rusya'da hukuk okumuş, Azerbaycan'da hukuk okumuş. Hatta Avrupa'da da hukuk okumuş. Hollanda'da yaşayan, Hollanda'da avukatlık bürosu olan bir arkadaşımızdır. Kendisi uluslararasından bilgileri var. Talişlerle, zazalarla ilgili uluslararasında ya da ülkede hakları nelerdir? Nasıl kendilerini ifade etmelidir? Nasıl birlikte yürümeliyiz? Bu konuları bu akşam bu değerli konuğumuzla birlikte tartışacağız. Evet, Atakan Bra, hoş geldiniz. Kendinizi tanıtır mısınız? Biz sizi tanıyoruz ama gene de herkesin sizi tanımasını istiyoruz. Buyurun. Hoş günlerde görüşək. Mahmud Boyli, Mahmud Bra, Mahmud abi. Əvvəl kommunikasiya ilə bağlı deyək, kommunikasiya vacib məsələdir. Mən Talış, siz Zaza ilə Talış qardaş xalqları. Amma bugün biz məcburuq ki, öz dilimizdə yox, çünki siz Talışca anlamırsınız, mən də Zazaca anlamıram. Biz Türk dilində konuşarıq. Məsələ burasındadır ki, mən Azərbaycan türkçəsində danışıram, siz Anadolu türkçəsində, Türkiyə türkçəsində. Ona görə təvəqqəm odur ki, xahişim odur ki, əgər mənim dediklərimdən siz nəyisə anlamadınız, təkrar soruşa bilərsiniz. Mən çalışaram ki, onu Anadolu türkçəsində sizin nəzərinizə çatdırım. Ona görə Anadolu türkçəsində müraciət forması bəydir, bəy. Azərbaycan türkçəsində də belə müstəqillik dövründə bəy deyirlər. Əgər inciməzsinizsə, mən sizə Mahmud bəy deyə müraciət edərəm. Təşəkkür edirəm Mahmud bəy dəvətinizə görə. Mən də sizə təşəkkür edirəm. Çox şadam. Yaxın bir saat yarım ərzində mən sizin qulluğunuzdayam. İstər Azərbaycan hüququ, istərsə də beynəlxalq hüquq və hər ikisində azlıqda qalan xalqların hüquqi vəziyyəti, hüquqları barədə mən istədiyiniz suala öz səviyyəmdə cavablandırmağa hazıram. Atakan Bey, tabii siz bir hukukçusun. Dünyada ezilen halklar vardır. Bu ezilen halkların dünyanın birçok ülkelerine dağılmış, kendilerini ifade edemiyor. Ama siz Taliş halkı, Zaza halkı uluslararasında kendilerini nasıl tanıtabilirler? Uluslararası dilleri yeterince bilinmiyor. Bu konuda önerileriniz ya da hakları nelerdir ezilen halkların? Ondan sonra ülkeye geleceğiz. Teşekkürler. Mahmud abi, Mahmud Bey. Dünyada 2500'e kadar dil var. Yani bu 2500 dile uygun diyebiliriz ki 2500'e kadar halk var. Ama dünyanın siyasi xəritəsində 200'e kadar devlet var. Bu Birleşmiş Milletler Teşkilatı deyirlər. Azeri Türkçəsində, indi bilmirəm Türkiyə Türkçəsində buna nə deyirlər. Birleşmiş Milletler Teşkilatı'nın 200'e kadar üzvü var. 200 tane devlet var. Yani bu 2500 halk 200 devlette birleşip. Ona göre bazı devletler var ki sivil devletlerdir, üzü yola devletlerdir, birbirine karşılıklı hürmet eden, yani öz ahalisine hürmet eden, onun hukuklarını koruyan devletlerdir. Burada xalqlar hüququ deyilən bir şey var. Burada xalqlar yaxşı yaşayırlar, normal yaşayırlar. Konstitusiyada yazılan hüquqlar, konstitusiya yəni anayasa. Anayasada yazılan hüquqlar hamıya, həmin dövlətin ərazisində yaşayan bütün xalqlara aid edilir. Amma elə dövlətlər vardır ki, biraz geridə qalmış dövlətlərdir. Biraz onlarda irqçilik var, millətçilik var. Orada yalnız bir dilə üstünlük verilir. Bir dövlət dili budur, qurtardı getdi. Digər xalqların assimilasiya, yəni dövlətin ərazisində yaşayan hakim xalqdan qeyri, titul xalqdan qeyri digərlərini assimilə etmək siyasəti aparılır. Yəni bu barədə, bu baxımdan dünyada bugün dövlətlər öz xalqlarına münasibətdə iki qrupa bölünürlər. Bir sivil dövlətlər,
bir də qeyri-sivil dövlətlər. Yəni biraz mən vəhşi sözü bilmirəm indi Türkiyə türkçəsində işlədilir. Vəhşi sözü işlətməzdim. Vəhşi sözü çox kobuddur. Vəhşi sözü ümumiyyətlə mağara təfəkkürü ilə yaşayanlara demək olar. Bu vəhşi. Amma digər xalqların hüquqlarına hörmət etməyən cəmiyyətlər, hörmət etməyən dövlətlərə qeyri-sivil dövlət desək, bu daha yerinə düşər. Əlbəttə ki, dünyada insanlar üçün tanınan hüquqlar var. İnsan hüquqlarının Mahmud bəy, məni eşidirsinizmi siz? İşliyoruz, güzel sesin. Evet, siz mənə link göndərməliydiniz, çünki bizdə də dostlar gözləyirlər, linki gözləyirlər. Mənim maraqlı söhbətimi istəyirəm ki, dostlar da eşitsin. Link gönderdim siz. Təşəkkürlər. Link gönderdim sana Atakan Bey. Təşəkkürlər. İndi mən bu linki dostlarla paylaşım. Mən sonra tamam. Sonra mən davam edəcəyəm. Görüm deməli evet. Yaxşıdır. Mən nəyi demək istəyirdim? Evet, uluslararası hukuk, diller, çok dil vardır ama 200 devlete düşmüş. Yani öbür halkların dilleri var, devletleri yoktur. Bunun hakları nelerdir? Bəli. İnsan hakları deyilən bir beynəlxalq hüququn, uluslararası hüququn bir bölümünə deyirlər insan hakları. Bu insan hakları belədir ki, insan hakları əgər BMT səviyyəsində qəbul edilibsə, bütün yer kürrəsi üçündür. Və fərq etməz, sən Türkiyədə yaşayırsan, Çində yaşayırsan, Amerika qitəsində yaşayırsan, yəni bu hüquqlar universaldır. Bu hüquqları, insan hakları ilə bağlı belə deyək də konvensiyalarda, sazişlərdə, beynəlxalq müqavilələrdə deyilir ki, insan hakları dövlətin daxili işi deyil. Dövlət, tutaq ki, belə bayraq edək ki, bu mənim daxili işimdir, mən bu xalqa bu hüququ verirəm, bu xalqa bunu vermirəm, belə şey yoxdur. İnsan hakları dövlətin daxili iş deyil. İnsan hakları beynəlxalq işdir. Beynəlxalq iş o mənada ki, Birləşmiş Millətlər Təşkilatı, onun əsas orqanları var. Təhlükəsizlik Şurası insan hakları ilə bağlı hər bir vaxt hər bir dövləti sorğulaya bilər. Bu məsələnin bir tərəfi. İndi mən keçirəm insan haklarının özünün məzmununa. İnsan haklarının bəlli bir tarixi var. Buyurun. Bəlli bir tarix var və bu tarix təxminən başlanır 18-ci əsrin axırlarından. İnsan hakları, müasir insan haklarının tarixi başlanır 18-ci əsrin axırlarından. O vaxt tutaq ki, birinci Fransa inqilabında insan hüquq bəyannaməsi qəbul edilmişdi. Və sonra bir müddət sonra Amerika Birləşmiş Ştatlarının ilk konstitusiyası qəbul edildi və orada insan hakları ilə bağlı bil, Azərbaycan dilində belə səslənir, yəqin Türkiyə türkçəsində də belə olar. Və belə bir akt qəbul edildi və Amerika konstitusiyasına salındı. Bununla beynəlxalq insan hakları o bölümü deyirik ki, onun əsası qoyuldu və 18-ci əsrin axırlarından etibarən bugünə qədər bu bölüm inkişaf edir, inkişafdadır. Özü də yüksələn xəttlə inkişaf edir. Bu inkişaf nədir? Daha çox hüquq, daha çox azadlıq, daha çox imkan. Yəni insanlara və xalqlara. İnsan haklarının 18-ci əsrin axırlarından indiyə qədər olan tarixə nəzər edəndə insan haklarının inkişaf trayektoriyasında insan haklarının 3 nəslini ayırırlar. 3 nəsil insan hakları var. Birinci nəsil siyasi və vətəndaş hüquqları nəsli adlanır. Yəni insan hakları uğrunda mübarizə siyasi hüquqlarla başlayıb. Məsəl üçün, hər kəsin söz azadlığı olmalıdır, hər kəsin din azadlığı olmalıdır, hər kəsin seçmək, seçilmək hüququ olmalıdır. Vətəndaş azadlığı olmalıdır insanların, vətəndaşların. Yəni birinci nəsil adlanır siyasi və vətəndaş hüquqları
ve azadlıkları. Sonra təxminən 100 il sonra siyasi azadlıklardan gördüler ki dahi bu siyasi azadlıklar tek normal azadlık için, normal inkişaf için, normal hayat için bəhs eləmir. Bildirdiler ki insanların hem de maddi vəziyyəti mövcud şəraitə uygun olmalıdır. Ya bu iktisadi ve sosyal hukukları devreye getirdi. İktisadi ve sosyal hukuklar insan hakları trajektoriyasında ikinci nesil adlanır. Siz biliyor musunuz da nesil ne demek? İkinci pakaleyne, ikinci nesil. Yani evvel başlandı Evet, siyasi hukuklardan sonra... Evet. Bəli. Sonra geldi sosyal iktisadi hukuklar. Sosyal iktisadi hukuklar, yani bu meseleler de gördüler ki insanların azad yaşaması için kifayet eləmir. Elə toplumlar var ki o toplumlara hukuklar, kollektif hukuklar verilmese, toplum hukuku verilmese bu hukukların ehemmiyeti olmur. Ne siyasi hukukun ehemmiyeti var, ne sosyal iktisadi hukukun ehemmiyeti var. Toplumların hukuku meselesi meydana geldi ve geçen asrın 60. illerinden itibaren insan haklarının 3. neslinden söhbət gedir. 3. nesil kollektif hukuklardır. Kollektif hukuklar ne demektir? Toplum kollektif şekilde öz ana dilinde televizyaya bakır. Toplum öz ana dilinde kollektif şekilde tahsil alır, eğitim alır. Türkler deyirlər eğitim alır. Toplum öz ana dilinde özünü ifade edir. Özünü ifade nedir? Yani matbuatı var, bunun radyosu var, televizyası var. Öz ana dilinde toplum, ben yazıram, benim ailemin üzvləri, benim qonşularım, benim elim, benim kendim, benim obam, benim regionum, benim xalqım, benim yazdıklarımı, yani ana dilimde yazıram, yazdıklarımı oxuyurlar. Bu kollektif hukuklardır. Kollektif hukukun lap yuxarısında tutaq dayanır. Beynəlxalq hukukun belə bir prinsipi var. Toplumun öz müqəddaratı təyin etməsi. Yani bu biraz köbut çıxır. Bu prinsipten çok korkurlar bazen. Misal üçün bu prinsipi dövlətlərin parçalanması vasitəsi kimi qəbul edirlər. Ay bu olmaz, bu dövlət bizim dövlət. 200'e kadar dövlət var, 2500'e kadar xalq var. İndi hər xalq özünü tam ayrılıb müstəqil dövlət elana kadar öz müqəddaratını təyin etsə, bu biraz vəziyyəti dəyişdirə bilər planetimizdə. Ona göre bazen buna deyirlər özünü idare hukuku. Her toplumun özünü idare etme hakkı var. Bunlar beynəlxalq standartlardır. Elbette ki ben bu hakların adını çektim. Bu hakların arkasında beynəlxalq müqavilələr durur. Konvensiya deyirlər Türkiye Türkçesinde. Bu hakların arkasında konvensiyalar durur. Ben tabii ki bu konvensiyaların adlarını da çəkərəm sizə kısa şekilde. Sonra size imkan verərəm ki siz növbəti suala keçəsiniz. Bu hakların adlarını ben kısa şekilde buradan deyim, bizi izleyiciler, bizim tamaşaçılar koy bir de hatırlasın. Ben hesap edirəm ki onların əksəriyyəti yani bilirlər, məlumatlıdırlar ve tabii ki bunu bir daha tekrarlamak o kadar da bunun ziyanı olmaz. Hal-hazırda insan hakları ilə bağlı mühüm sənədlər kimi aşağıdakiləri qeyd edirlər. Birincisi, insan hakları hakkında umumi bəyannamə var. Umumi bəyannamə 1848-ci ildə, onu da deyim ki, müasir insan haklarının paketi ki var, müasir insan hakları ilə bağlı beynəlxalq konvensiyalar ki var, onlar əsasən 2. Dünya müharibəsindən, 2. Cahan müharibəsindən sonra qəbul edilir. BMT çərçivəsində əsasən. Birinci yerde gelir insan hakları hakkında umumi bəyannamə. İnsan hukukları hakkında umumi bəyannamə. Bu bəyannamə 1948-ci ildə BMT Baş Assambleyası, BMT'nin baş meclisi tərəfindən qəbul edilib, 30 maddədən ibarətdir. Adı bəyannamədir. Amma demək olar ki, dünyanın əksər dövlətlərin dilinə öz yerində tərcümə edilib, eyni zamanda dünyanın əksər xalqların dilinə də tərcümə edilib. Dünyada 200 dil var, 200 dövlət var, 200 rəsmi dil. Amma 2500'e kadar xalq var, 2500'e kadar dil var. Bu bəyannaməni biz Talış diline tercüme etmişik.
insan hakları hakkında ümumi bəyannamə. İndi bilmirəm Zaza dilində var yoxsa yoxdur. Biz Talış dilinə tərcümə etmişik. Bizim hörmətli ustadımız Allahverdi Bayrami bunu tərcümə edib. Mən redaktə etmişəm. Həm Allahverdi Bayraminin adı, elə buradan yeri gəlmişkən ustada salam göndərirəm. O biraz eşitdiyimə görə biraz naxoşdur, ona can sağlamlığı arzu edirəm. Həm Ustad Allahverdi Bayraminin adı, həm də mənim adım altında bu bəyannamə Birləşmiş Millətlər Təşkilatının saytında asılıb. Yəni siz girib görə bilərsiniz. Talış dilində asılıb. Amma məsələ burasındadır ki, Bəyannamə, evet. Birleşmiş Milletler Beyannamesi. Burada var. Birleşmiş Milletler Beyannamesinde mi var bu? Birləşmiş Millətlər Təşkilatının saytında asılıb. Birləşmiş Millətlər Təşkilatına indi bilmirəm Türk dilincə nə deyirlər, Türkçə nə deyirlər, amma Azərbaycan dilində deyirlər BMT, Birləşmiş Millətlər Təşkilatı. Bəyannamə. Bəyannamənin adı da insan hüquqları haqqında ümumi bəyannamədir. İnsan haqları haqqında ümumi bəyannamə. Yəni bu Talış dilində BMT-nin saytında asılıb. Yəni Birləşmiş Millətlər Təşkilatının ofisi, mərkəzi ofisi New Yorkdadır. İnsan haqları ilə bağlı ofisi Cenevrədədir, Avropada. Yəni bizim oturduğumuz Avropada, İsveçrədədir. Yəni nə demək istəyirəm? Bu bəyannamə 30 maddədən ibarətdir və burada əsas insan hüquqları bir-bir sadalanıb. Deyək ki, insanın yaşamaq hüququ var, insanın özünü ifadə etmək hüququ var, insanın təşkilatlarda birləşmək hüququ var. Siyasi hüquqlar, xüsusən siyasi hüquqlar burada yerli yerində öz əksini tapıb. İndi təbii ki, siz yəqin söhbət əsnasında deyərsiniz, siz bəyannamə Zaza dilində var yoxsa yoxdur. Yəni Talış dilində var, beynəlxalq BMT-nin saytında bu bəyannamə asılıb. Mən sözü ona gətirmək istəyirəm ki, BMT-nin, yəni BMT universal beynəlxalq təşkilatdır da, BMT-nin saytında Talış dilində bir sənəd var, bu rəsmi sənəddir. Amma digər ki, Azərbaycan dövlət strukturlarının, Azərbaycan hakimiyyətinin saytlarına baxsan, orada bir qayda olaraq heç Talış sözünə də rast gəlməyəcəksən. Bu da Azərbaycandakı hal-hazırki vəziyyətdir. Əlbəttə ki, Türkiyədə mən bu vəziyyəti Türkiyə ilə də müqayisə edərəm. Müəyyən məsələləri sizin də nəzərinizə, o cümlədən bizim tamaşaçıların da nəzərinə mən çalışaram ki, çatdırım. Bu bəyannamədən sonra 1966-cı ildə insan haqları ilə bağlı 2 pakt qəbul edildi. İnsan haqları ilə bağlı beynəlxalq paktlar 1966-cı ildə. Bu paktların adı nə idi? Birinə deyirlər vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq pakt, digərinə deyirlər sosial və iqtisadi hüquqlar haqqında beynəlxalq pakt. Hər ikisi 66-cı ildə qəbul edilib və onu da deyim ki, o birinci paktdır, yəni siyasi vətəndaşlıq hüquqları ilə bağlıdır. Dünyanın əksər dövlətləri buna qoşulublar. İkinci paktda bəzi dövlətlər qoşulmurlar. Çünki orada iqtisadi səviyyəni, iqtisadi həyat səviyyəsinin təminatı ilə bağlı ciddi məsələlər var. Özünə hörmət edən dövlət ona qoşulmur. Deyir ki, məndə olan həyat səviyyəsi hələ o həddə gəlib çatmayıb. Burada da çox ciddi hüquqlardan söhbət gedir. Həmin bəyannamələr, mən dedim ki, insan haqları haqqında ümumi bəyannamə Talış dilində var. Bu eyni zamanda biz Talış xalqına, bizə baxan Talış gənclərə də bir mesajdır. Onlar bu bəyannaməni tapa bilərlər, saytlarda var. Kim tapa bilmirsə, mənə elə Facebook üzərindən, WhatsApp üzərindən mənə yazsın, mən ona məmnuniyyətlə bəyannaməni göndərərəm. Amma paktlar Rus dilində var, İngilis dilində var, Azərbaycan türkçəsində var, yəni Azərbaycan dövlət dilində var. Paktları biz hələ ki Talış dilinə bunları tərcümə eləmək bizə nəsib olmayıb. Paktlar Talış dilində yoxdur. Və sonra biz gəlirik insan haqları ilə bağlı 60-cı illərdə dünyadakı müstəmləkəçiliyin, koloniya deyirlər, koloniyaçılığın, Türkiyə türkçəsində, koloniyaçılığın ləğvi ilə bağlı ciddi aktlar qəbul edildi. Xüsusən irqi ayrı seçkiliyin, irqi ayrı seçkiliyin
bütün növlərinin ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının konvensiyası var. İrqi ayrı seçkiliyin bütün növlərinin ləğv edilməsi haqqında. Qadın hüquqları haqqında konvensiya var. Uşaq hüquqları haqqında konvensiya. İnsan hakları evet. Bəli, insan haklarının ayrı-ayrı İnsan növləri. hakları evrenseldir diyor. Evet. Bu arada bu anda mən bir dənə də haşiyə çıxım. Yəni qısa şəkildə mən artıq biz 20 dəqiqədir mən danışıram. 20 dəqiqə ərzində qısa xülasə etdim. 1-2 dəqiqəlik də mən başqa bir məsələni deyim. Sonra mən siz növbəti suala keçə bilərsiniz. Soru soracağım. Deməli, Evet, insan buyurun. hakları deyirik ki, universaldır. Eyni zamanda insan haklarının müdafiə mexanizmləri var. Bu müdafiə mexanizmləri iki yerə bölünüb. Bir var universal, bir də var regional. Universal mexanizmlər, tutaq ki, BMT səviyyəsində olan mexanizmlərdir. Mən dedim ki, vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq pakt var. Həmən pakta görə bir beynəlxalq hüquq komissiyası fəaliyyət göstərir. O paktda sadalanan hüquqların pozulması ilə bağlı həmin beynəlxalq komissiyaya hər dünyanın istənilən nöqtəsində hər bir şəxs müraciət edə bilər. Yəni bu beynəlxalq universal mexanizmdir. Amma eyni zamanda regional mexanizmlər var. Xüsusən Azərbaycanın da, yəni biz Talışlar Azərbaycan, Şimali Talışlar Azərbaycanın yurisdiksiyası altında yaşayır. Cənubi Talışlar İran İslam Respublikasının yurisdiksiyası altında yaşayır. Zaza bizim qardaş xalqımız Türkiyənin yurisdiksiyası altında yaşayır. Və Türkiyə ilə Azərbaycan eyni regional mexanizmlərdə birləşiblər. Məsələn, Avropa Şurasında. Yəni həm Türkiyə, həm Azərbaycan Avropa Şurasının üzvüdür. Bu Avropa Şurası çərçivəsində insan hakları ilə bağlı çox ciddi, mükəmməl, çalışdıqca mükəmməlliyə can atılan bir mexanizm vardır. Bilirik ki, 1950-ci ildə Avropa Şurası çərçivəsində Avropa Şurasının əsas sənədlərindən biri olan insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası qəbul edildi. Həmən konvensiya digər insan hüquqları konvensiyasından fərqləndirən bir çox cəhətlərə malikdir. O cəhətlərdən biri də həmin dediyim o təmin etmə mexanizmi ilə bağlıdır. Effektiv təmin etmə mexanizmi. Yəni insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında 50-ci il Avropa Konvensiyası digər bütün mexanizmlərindən fərqli olaraq, müdafiə mexanizmlərindən fərqli olaraq effektiv müdafiə mexanizminə malikdir. Həmən effektiv müdafiə mexanizmi də insan hüquqları haqqında, insan hüquqları ilə bağlı Avropa məhkəməsidir. İnsan hüquqları ilə Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurasının orqanıdır. Strasburqda fəaliyyət göstərir. Siz Fransada oturursunuz, eləmi? O da, yəni ki, məhkəmə də Avropa Şurasının orqanı olan Avropa Məhkəməsi də Strasburqda fəaliyyət göstərir. Həm Türkiyə vətəndaşlarının, həm də Azərbaycan vətəndaşlarının bugün hal-hazırda müəyyən prosedurlara əməl etmək şərti çərçivəsində həmin məhkəməyə müraciət etmək hüquqları vardır. Müraciət etmək imkanları vardır. Yenə deyirəm, təbii ki, əlbəttə bu məsələləri mən qısa şəkildə xarakteristik elədim. Bunlar haqqında saatlarla danışmaq olar. Elə insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında. Buraya gelmişken Avrupa İnsan Hakları Mahkemesi'nde bahsettin. Tabii ben burada bir belirleme de yapayım. Türkiye'de yaşayan Zazalar ilk olarak bir sene önce Avrupa İnsan Hakları Mahkemesi'nde Zazaların sömürüldüğünü, dillerinin, kültürlerinin yok sayıldığı için 30 sayfalık bir dilekçe verdim Avrupa İnsan Hakları Mahkemesi'ne. Sini de yayınladım. İlk defa Avrupa İnsan Hakları Mahkemesi'ne dilekçe ben verdim. Tabii kayıtlarda duruyor, mahkeme bana sonra da yazdı. Avrupa İnsan Hakları Mahkemesi dedi ki siz yurt dışındasınız, bu dosyalar güzeldir
Ama aynı şikayette bir iki kişi Türkiye'de Zaza olarak haksızlığa uğradığına dair ikinci bir forum verdi. İkinci, üçüncü şahıs da burayı dolduracak, bize gönderecek ki işlem devam etsin. Biz Türkiye'yi mahkemeye çağıralım. Bu şekilde bana yazılar geldi. Tabii ben bu yazıları bütün Türkiye'deki Zaza kardeşlerimize aktardım. Hem özelde hem de yazıyla hem de sosyal medyada bunu paylaştım. Yani bu dosyanın numarasını, kod barını oraya gittiğimde de orada 2-3 arkadaşla gittik. Avrupa İnsan Hakları Mahkemesi'nde de canlı yayın yaptık direkt. Yani ben Paris'te oturuyorum. İlk defa tarihte bir kişi olarak Türkiye'nin Zazalar üzerinde baskı yaptığını Avrupa İnsan Hakları Mahkemesi'ne götürdüm. Ama ne yazık ki bütün Türkiye'de ya da yurt dışında konuşan Zazalar hiçbirisi bu dosyaya Türkiye'yi şikayet edeceğine dair formu doldurmadı. Yani imza vermedi. Korktular. Yurt dışında, yurt içindekiler de. Böyle bir durumla karşı karşıya. Şimdi gerek Azerbaycan'da gerekse ülkemizde Zazaların hakkı, hukuku, toprağı, malı, mülkü hepsi elinden alınmış. Ne eğitim hakkı var, ne bayramları yapılıyor, ne coğrafyası tanınıyor. Her şey Türkiye'de sanki başka kimse yok, Türkçü. Hak, hukuk yok. Böyle bir durumda insanlar köle gibi yaşıyorlar. Sürgüne uğruyorlar. Bölgeleri fakir kalmış. Kıyıma uğruyorlar. Yerlerinde diyorlar. Yani toprakları elden gidiyor. Böyle bir durumda Zazayım diyemeyen halkımıza çağrı yapıyoruz. Burada Türkiye'de Türk hükümetinin Zazalara bir kardeş gözüyle baktıkları yoktur. Bunu herkesin bilmesi lazım. Zazaların hakları, hukuku içinde Türkiye'de kanun yoktur. Yani Türkiye devletinden adı kanun var. Cumhurbaşkanının iki dudağı arasındadır. Kanun odur. Başka kanun yok. O ne derse öyle olur. Hem Zazalar yurt dışında kendini temsil edemiyor. Ülkede de kendini temsil edemiyor. Bunun sonucu yıkımdır. Ama söz gelince insanlar konuşuyor ya, işte diyor bu kadar çaba sarf ediyoruz, bu kadar biz Zaza'yı, şu daha da iyidir, biz daha da iyiyiz. Emin olun ki hukuk, adalet, demokrasi tarafından yanlış yere kanalize ediliyor. Adamlar Türkiye'de Zaza hakkı savunuyoruz. Demokratik olarak Zaza bayrağına karşı, Zaza ülkesinin adına karşı, peki bunu tam devletin istediği şey budur. Şimdi bu konuda Zazalar Türkiye'de kendini nasıl ifade etmeli? Daha sonra da Azerbaycan'da Zazalar kendini Talişler kendini nasıl ifade etmeli? Yani Türkiye'de devlet ne yapmalı? Oradaki devletten muhalif olan, ezilen, yok sayılan Zazalar var, Lazlar var, Kürtler var, Çerkezler var. Bu toplumların hiçbirisinin hakkı yok. Bu azınlıkların hakkını evrensel Birleşmiş Milletler'in 1966 Beynelminal İnsan Hakları Evrensel Bildirgesinden dillerin, kültürlerin yaşaması için kanunlar var. Bireysel başvuru yaparlar, etnik kıyıma uğradığını şeyi yapabilirler. Ama bunlar Birleşmiş Milletler'de de rafta kalıyor. Hani müracaat etseniz bir sonuç alamıyorsunuz. Ülkede de böyle. Şimdi bizim ülkemizde sizce nerede baksan 14-15 milyon Zaza var. Bu Zazalar kendilerini bu şartlarda nasıl kabul ettirebilirler? Nasıl
bunu savunabilirler. Əlbəttə, təşəkkürlər. Mən sizin sualınızı başa düşdüm. Bunun siz dediniz ki, mən elan elədim. Avropa Məhkəməsindən sizə göndərilən belə deyək də o formulyarları Türkiyəyə göndərdim. Zaza qardaşlarımıza göndərdim. Bir nəfər tapılmadı ki, onu doldursun. Mahmud abi, Mahmud bəy, azadlıq, Evet, aynen. azadlıq elə belə verilmir. Buyurun. Azadlıq qurban tələb edir. Azadlıq iradə tələb edir. Azadlıq güc ortaya qoymağı tələb edir. Təbii ki, burada mən indiki zamanda intellekdən söhbət gedir. İntellektual mübarizədən söhbət gedir. Mən demirəm Zaza xalqı silahlansın Türkiyə hökumətdə. Xeyr. Türkiyə hökuməti, bugün Türkiyə Cumhuriyyəti Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, Avropa Şurası çərçivəsində müəyyən hüquqi aktlara qol çəkir. Mən onu da deyim ki, Türkiyə misal üçün milli azlıqların müdafiəsi haqqında Avropa çərçivə konvensiyası var, çərçivə sazişi var. Türkiyə ona qoşulmur. Amma Azərbaycan qaça-qaça onu imzalayıb. Yəni, beynəlxalq təcrübədə mənə belə gəlir ki, Türkiyə az-çox yenə öz imzasına hörmət edir. Türkiyə deyir ki, mən əgər ona qoşulsam, Zazaların hüquqları ilə bağlı artıq konkret məsələlər var. Azərbaycan qoşulur, öz imzasına hörmət eləmir. İmza verir, öhdəliyinə hörmət eləmir, yerinə yetirmir. Vəziyyət eynidir. Türkiyədə də azlıqda qalan xalqlara münasibətdə, Azərbaycanda da vəziyyət eyni. Amma Azərbaycan azlıqların müdafiəsi haqqında, milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyasına, çərçivə sazişinə qoşulub, Türkiyə qoşulmayıb. Deyirsiniz ki, nə etmək lazımdır? Əlbəttə ki, insanlar mövcud rejimi həzm edirlərsə, asimilyasiyanı həzm edirlərsə, bu artıq onların tək özləri ilə bağlı olan məsələ deyil. Onların Allah qarşısında Allahın ona verdiyi dilin unutqanlığıdır. Allah qarşısında Allah onlara bəndə olaraq etnik mənsubiyyət verib, dil verib, onlar buradan çıxmaq istəyirlərsə, onlara qarşı zülmü, dil, etnik mənsubiyyətlə bağlı təhqiramiz məsələləri qəbul edirlərsə, bu artıq onlar Allaha yaxşı bəndəlik edə bilmirlər. Onlar bu dünyada da cavab verməsələr, Allahın huzurunda cavab verəcəklər. Nə etmək lazımdır? Əlbəttə ki, insanlar arasında maarifləndirmə aparmaq lazımdır. Mən hesab etmirəm ki, bugün əgər hər hansı bir Zaza qardaşımız Türkiyənin Cumhurbaşqanı başqanına bir məktubla müraciət eləsə və tutaq ki, Türkiyənin imza atdığı konvensiyalara istinad eləsə, Türkiyənin konstitusiyasına istinad eləsə və desə ki, mən öz ana dilimdə eğitim istəyirəm, mən hesab etmirəm ki, onu tutub dərhal həbsxanaya atacaqlar. Hər halda Azərbaycanda hələlik bunu eləmirlər. Hələlik Azərbaycanda bunu eləmirlər. Biz yazırıq, Azərbaycanda xeyli talış bugün ana dilində televiziya tələb edir. Hətta çıxır, tutaq ki, sosial şəbəkələrdə prezidentə müraciət edir. Azərbaycan ictimaiyyətinə müraciət edir ki, mən öz ana dilimdə televiziya istəyirəm. Bu mənim haqqımdır. Bu haqqım konstitusiyanın filan maddəsində yazılıb. Yəni, Zaza qardaşlar da belə başlamalıdırlar. Öz haqlarını konstitusiya çərçivəsində Türkiyədə tələb etməlidirlər. Bunun üçün nə etmək lazımdır? Bunun üçün milli özgürlüyü, milli özünə məxsusluğu, etnik özünə məxsusluğu, mən etnik özünə məxsusluq saxlamaq istəyirəm. Mən asimilə olmaq istəmirəm. Mən etnik özünə məxsusluğumu saxlamaqla Türkiyə cəmiyyətinə tutaq ki, inteqrasiya olmaq istəyirəm. Yəni, bu sivil yoldur. Bu yoldan istifadə etməklə Zaza qardaşlarımız birincisi öz ətrafında birləşməlidirlər. 15 milyon deyirsiniz, 15 milyonun 0,1% nə qədər eləyər? Əgər 100 nəfər Zaza bugün Türkiyədə birləşməyə, yəni öz sözünü deməyə hazırdırsa, birləşib bir təşkilat yaratsınlar, bir qurum yaratsınlar və həmən qurum vasitəsilə siz deyirsiniz, nə tər eləyək?
Türkiye'nin organlarına müracaat, yani bundan başlamalıdır. Avrupa Məhkəməsinə şikayetin Avrupa Məhkəməsinə gedib çıxması üçün, ben Hollanda'da oturmuşam, bu demek değil ki ben Azerbaycan'da talışların hüququ, televiziya hüququ ilə bağlı Avropa Məhkəməsinə Azərbaycanı verə bilərəm. Xeyr, verə bilmərəm. Azərbaycanı bunun üçün məhkəməyə vermək üçün mən gərək Azərbaycandan başlayam. Tutaq ki, bizim regionun baş şəhəri Lənkərandır. Lənkəran məhkəməsinə bir qrup talış müraciət etməlidir, məhkəməyə müraciət etməlidir ki, biz Azərbaycan hökumətinə müraciət etmişik ki, televiziyasını açmır. Xahiş edirəm, biz Azərbaycan hökumətini məhkəməyə veririk. Məhkəmə qərar çıxartmalıdır. Ya təmin etməlidir, ya rədd etməlidir. Təbii ki, rədd edəcək. Rədd etdikdən sonra həmən qərardan apellyasiya şikayəti verirsə, apellyasiyada rədd edəcək. Apellyasiyadan sonra ali məhkəməyə müraciət edirsə, buna da kassasiya şikayəti. O da rədd edəndən sonra sənin yolun Avropa məhkəməsinə açılır. Yəni bu üç instansiyadan keçdikdən sonra sən Avropa məhkəməsinə gəlirsən, deyirsən ki, mən Azərbaycan hökumətindən tələb etdim, o vermədi. Amma sadəcə mən buradan Niderlandda oturub Avropa məhkəməsinə deyim ki, Azərbaycanla bağlı bir ərizə yazım göndərsəm, əlbəttə ona baxmazlar və deyərlər ki, sən birinci Azərbaycandan istə. Azərbaycan hökumətindən istə. İstəməsə, əgər təmin etməsə, onda sən oradakı hüquq müdafiə mexanizmlərini keçməlisən. Orada sən hüquq müdafiə mexanizmi də məhkəmələrdir. Məhkəmələri keçmədən Avropa məhkəməsinə müraciət etmək olmur. Ona görə mən dedim ki, müəyyən çərçivə daxilində Avropa məhkəməsinə müraciət etmə həm Türkiyədə yaşayanlara, həm Azərbaycanda yaşayanlara imkan vardır, imkan verir. Bu məsələləri Avropa məhkəməsinin prezidentinə qədər gedib aparasan, çıxardasan, deyəsən və s. və ilaxır. Yəni sizin sualınıza mən bir də qısa xülasə etmək istəyirəm. Deyirsiniz 12 milyon, 14 milyon Zaza qardaşımız yaşayır Türkiyədə. Onların bir qismi qabaqda gedənlər, o ziyalıları, aydınları, işıq saçanları birləşməlidir. Konstitusiya çərçivəsində öz haqlarını tələb etməyə başlamalıdırlar. Bundan qorxmaq lazım deyil. Bu kadar. Evet, çok teşekkür ederim açıklamaların için ama şunu açıklıkla söylemek lazım. Türkiye'de işte Diyarbakır Zaza Derneği Ankara'da Zazalara bir televizyon için girişimde bulundu. Türkiye hükümeti buna yanıt vermedi, reddetti. Şimdi tabii biz yurt dışında yaşıyoruz. Yurt dışındakilerin de yurt dışında olsa da yani hakları vardır mahkemeye başvurmaya. Ama orada gelen yazıda diyor ki yani siz şu anda yurt dışındasınız. Sizin hakkınızdır. Ama Türkiye'de yani bir kişilerin diyor birkaç kişinin ya da işte oğlum çocuğum okula gidemiyor. Türkiye bu dilde bize eğitim vermiyor. Durumunu ifade edecek. Onu anayasaya götürecek. Anayasada iç hukuk yolu tükenecek. Ondan sonra da o yazı buraya gelecek. Şimdi ben bunu arkadaşa anlattım. Arkadaşlara dedim ki yani siz normal yollardan bir okula gidersiniz. Çocuklarınız okuyor. Sizin çocuklarınıza Zazaca ders verilmiyor. Yani bunu dernek yöneticilerine, bunu işte aydınlarına herkes biliyor söyledim. Siz dedim burada bir girişimde bulunun. Bunlar haliyle dersin vermedikleri ortada. Yani diyecek ki evet biz ders vermiyoruz okulumuzda, Zazaca ders vermiyoruz. O kağıtla da benim avukatım var Ankara'da. Anayasaya başvurur. Anayasa da buna hayır diyecek ki biz işte bu kişiye ya öğretmen yoktur diyecek. Yani bir bahane uyduracak ya da diyecek ki biz ders vermiyoruz. Dersin vermedi ortada. İç hukuk tükenir. Yani iç hukuk tükenir. Ondan sonra bu bizim dosyanın işleme girmesi sağlanır. Şimdi kimse böyle girmediği için o görev de bana nasip oldu. Yani ilk defa tarihte Avrupa İnsan Hakları Mahkemesi'ne biz bu dosyayı taşıdık. Dosya orada kodları var.
kayıtlıdır. Bizden cevap bekliyor. Yani Paris'te de avukat arkadaşımız var. Şimdi Türkiye'de birçok Zaza dernekleri var. Zaza Partisi'nin oluşumunu da ilk biz yapmıştık tabii. Devlet de buna seyirci kalmıyor. Partinin içine, derneklerin içerisine kendi siz Azerbaycan'da ne diyorsunuz biliyor musunuz? Ajanlarını sokuyor, adamlarını. O Zazadır ama polisle işbirliği yapıyor. Sen dernekte, partide bir çalışma olunca ya diyor bunun zamanı değildir. İşte biz bunları isteyemiyoruz diyor. Yani bu şekilde engellemelere takılıyoruz. Yani aşağıya baksan halk deyimiyle bir sakalın olur bir de bıyığın olur. Oraya da tükürüyorsun oraya da aynısı. Yani burada bizim aydınlarımız Taliş aydınlarının %1'ini yapmıyor. Yani ben bunu yaşadım, görüyorum. Şimdi bazıları aydın geçiniyor, hatta Talişleri de çağırıyorlar yayınlarına. Ama Taliş kardeşlerimiz onların zazalar bir şey istemediğini süreç içerisinden anlıyor. Anlayacaklar. Hatta bazıları anlamış durumdalar. Bunun için böyle bir durumda karşı inanın ki Türkiye'nin Azerbaycan'dan çok farklı şeyleri yoktur. Farklı şeyleri şudur. Türkiye NATO ülkesidir. NATO'da. Türkiye Avrupa şeysine girmek istiyor, birliğine girmek istiyor. Budur. Farkı budur. Azerbaycan Avrupa Birliği'nde değil, NATO üyesi değil. Yani bunlar o kadar çok da önemli değil. Hak, hukuk yoktur bizim ülkemizde. Hatta bu Azerbaycan'daki bu hak hukuksuzlukla bizim üzerimizde yaşanan olaylar hemen hemen birbirine benzişiyor. Yani adam sana hak tanımıyor. Nereye başvuracaksın? Yani adalet, demokrasi, eşitlik, insanların evrensel hakları var, bireysel hakları var, etnik hakları var. Bunlar olmuş olsa sizin dediğiniz doğrudur. İşte hükümete başvurursun. Ben burada çağrı yapıyorum, gizli yapmıyoruz. Bu yayını hükümete de yapıyorum, aydınlara yapıyorum, köylülere yapıyorum, işçilere yapıyorum. Diyorum ki bu toplumu yok etmek istiyorlar. Herkesin buna sahip çıkması zaruridir, bir görevdir, bir mücadeledir. Seyirci kalmayın. Yani niçin bu insan hakları mahkemesine ben Paris'ten 550 kilometredir Strasbourg'un merkezine gittim. Avrupa İnsan Hakları Mahkemesi'ne kadar gittim. Yani buradan destek gelmiyor. Devlet, Türkiye'deki devlet tecrübesi, yani insanları daha nasıl ezecek, nasıl asimilasyonu olacak, nasıl onların bölgelerini boşaltacak bilinci aynı şeyden çoktur. Yani Tamam. Azerbaycan'daki hükümetten çok da orayı da yönetiyorlar. Tamam Mahmud Bey, siz beni çağırmışsınız. Elbette bu efir sizin efirinizdir. Siz derdinizi deyebilirsiniz. Kifayet kadar vaktiniz var. Beni çağırmışsınız. Ben imkan verseniz ben öz sözümü deyerim. Burada deyirsiniz ki bize olan Buyurun. ben belə başa düşdüm ki əvvəla deyim ki bəzi anlayışlar fərqləyir. Siz deyirsiniz ki iç hüquq tükənir. Mən isə deyirəm ki milli hüquq müdafiə vasitələri tükənməlidir. Yani Azeri Türkçesi ile Türkiye Türkçesi arasında ben görüyorum ki fark var ama manalar eynidir. Siz dediniz ki bizde evet. Olan zulüm, Zazalara olan zulüm Azerbaycan'da Talışlara olan zulümle müqayisə olunmaz. Ben belə başa düşdüm. Ama ben Zazaların tutaq ki Türkiye'de, Türkiye Cumhuriyeti'nde tarihi, Türkiye Cumhuriyeti'nin tarihi bir 100 ildir de. 100 yıl. Ama Azerbaycan müstakillik tarihi bir 30 yıldır. Yani burada 70 yıl meselesi var. Bu 30 ildə Azerbaycan türməsində Talışın iki büyük dünya seviyesinde alimi öldürülüb. 30 il ərzində Azerbaycan türməsində dünya səviyyəli iki alim, yani o cür alimler her 100 ildən bir olur. İki alim öldürülüb. İndi mən sizə sual verirəm. Türkiye türməsində öldürülən belə Zaza aydını var mı?
Mən həmən alimlərin adlarını çəkim. Novruzəli Məmmədov, Fəxrəddin Abbaszadə. Yəni bunlar dünya çapında olan alimlər idi. Azərbaycan türməsində talış olmaqlarına görə, talış dilində yazdıqlarına görə, talış dilinin inkişafına görə, əlbəttə ki, müxtəlif onlara rəng qoymaqla öldürülüb. İndi zazalarla bağlı belə bir nümunə varsa deyin, mən sonra başqa müqayisəyə keçmək istəyirəm. Evet, numune vardır, hem de resimlerini asmışım. Tabii şimdi Seyit Rıza Dersim bölgesindendir. Dersim'deki bütün aşiretler, herkes Seyit Rıza'ya bağlıdır, dilleri Zazaca ve Osmanlı'ya dahi da vergi vermiyorlar. Bunlar orada bir muhtariyet gibi bir vardır. Türkiye Devleti kuruluyor. Türkiye Devleti 1923'te kuruluyor. Aradan 15 sene geçiyor. Türkiye ordusu oraya vuruyor. Seyit Rızaları idam ediyor. Alman gazı ile Dersim'deki sivil, küçük, büyük, yaşlı insanları mağaralara koyuyorlar. Alman gazıyla, zehirli gazıyla öldürüyorlar. Orada da bir muhtariyet vardı. Yani 1938'e kadar Türkiye Devleti kurulmuş ama o mıntıkaya giremiyor. Orada vergi alamıyor. Ondan sonra orayı işgal ettikten sonra vergi alıyor. Diğer bir yanda 1925'te Zaza din adamı, Zaza din bilim adamı Şeyh Said Efendi. Şeyh Said Efendi de geniş bir coğrafyaya hükmediyor. Orada kanunun nizamını sağlayan Şeyh Said Efendi'dir. Dini bir önderliktir üstelik. Alimdir. Dini bir alimdir. Türkiye Cumhuriyeti oraya da vuruyor. Türkiye Cumhuriyeti diyor ki ya işte onlar din devleti kuracaklar. Biz burayı vuralım diyor. Ve 100.000'e yakın insanlar da Şeyh Said Bey'in yaşadığı mıntıkaya Türk polisi giriyor, Türk askerleri giriyor, orada katliam yapıyor. Diyarbakır meydanında Said 47 arkadaşıyla idam ediliyor. Ben bunun için diyorum ki yani bizim Zazaların üzerinde çifte bir baskı var. Birinci baskı %70'i Türk baskısı, %20'si, %30'u da Kürt baskısı var. Yası yapıyor. Türklerle Kürtler dönemde işbirliği yapıyorlar. Şimdi Azerbaycan'a baktığımızda yani benim izlenimlerim, benim görüştüğüm arkadaşlar biraz da biliyorum. Bir Azeri Türklerin baskısı var. Azeri Türklerin baskısı var. Republikasını yıkmıştır. Republikası vardı. Diğer yanda da Talişlerin bir toprağının bir bölümü de İran'ın baskısında. Yani Talişler Aras Nehri var, Parsabat, oralar Hazar Denizi'ne kadar oradaki insanlar Taliş'tir. Yani iki baskı Talişlerin üzerinde var, iki baskı Zazaların üzerinde var. Buyurun. Teşekkürler Mahmud Bey, Mahmud abi. Bilirsiniz siyaset deyirlər ki siz siyaset adamısınız. Siyaset mümkün olanı elde etmek bacarığıdır. Mümkün olmayanı elde etmek hakkında danışmak lazım değil. Türkiye'de eğer 10 milyon, 12 milyon deyirsiniz Zaza kardeşlerimiz yaşayırsa, siz Avrupa'da azad bir cəmiyyətdə oturmuşsunuz və onların vəziyyətini siz təbii ki nəzərə almalısınız ki, onlar Türkiye'nin jurisdiksiyası altındadır. Onların çocukları var, onları böyütmək istəyirlər. Onların kendi qarınları var, hər gün yemək yeməlidir. Və bu məsələləri tutaq ki, ən belə radikal şuarlar irəli sürməklə həll etməyin perspektivini mən görmürəm. Umumən, əgər Türkiye Avrupa Birliği'ne integrasiya eləsə, Avrupa Birliği'ne üzv olsa, mən hesab edirəm ki, Türkiye ərazisində bir sivil cəmiyyət toplumu yarana bilər. Mən indi keçirəm Azərbaycana. Əlbəttə ki, bu sizin daxili işinizdir. Mən sadəcə olaraq müəyyən məsələləri sizə deyə bilərəm.
Azerbaycan 30 ildir müstakildir. Azerbaycanın müstakilliyinin elde edilmesinde Talışların çok büyük tarihi rolu var. Siz təsəvvür edin ki, SSR'i hökuməti 70 il davam eləmişdi. 1917-ci ildən 1991-ci ilə qədər, 70 ilə qədər. Bu 70 il ərzində, 70 ildən biraz çox, bu 70 il ərzində ilk dəfə olaraq Sovet hökuməti Lənkəranda yıxıldı. Və əlbəttə ki, Sovet hökumətini Lənkəranda yıxanların əksəriyyəti 90%, 99% Talışlar idilər. Onlar milli məsələ qaldırmadılar. Etnik məsələ qaldırmadılar. Onlar sadəcə olaraq Azərbaycanın müstəqilliyini istəyirdilər. Və təbii ki, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Talışların çox böyük tarixi rolu var. Mən şəxsən özüm orada Bakıda tələbə idim o vaxt. Azadlıq meydanında 15 gün yatmışam. Gecə gündüz Azadlıq meydanında yatmışam. Ki Azərbaycan müstəqil olsun. Azərbaycan müstəqil olandan sonra Azərbaycanın götürdüyü siyasi kurs bizim xalqımızın mənafeyinə uyğun olmadı. Siyasi kurs nədən ibarət idi? Millətçilik, irqçilik. Yəni mən bunu açıq şəkildə deyirəm. Bəzən hətta hazırki avtoritar rejim mənsubları da bunu deyirlər. İrqçilik, yəni millətçilik yalnız tutaq ki, çoxluqda qalan, özünü titul hesab edən Türk millətin mənafeyi baxımından bütün məsələlərin qurulması. Digər dillərə yol açılmaması, məktəb verilməməsi, radio, televiziyanın olmaması, kadr siyasətində müəyyən dəyişikliklər, eyni zamanda asimilə olmaqla bağlı, digər xalqları asimilə etməklə bağlı məqsədli şəkildə dövriyyəyə buraxılan lətifələr, anekdotlar, özü-özündən utanma, öz ana dilində danışmaqdan utanma. Təsəvvür edin, dövlət tədbirində deyir ki, Talışın başı saat 12-dən sonra işləmir. Yəni, və hamıda əl çalır. Belə səhnədən sonra hansı Talış özündə, dövlət strukturunda işləyən Talış özündə güc tapıb deyər ki, yox, mən Talışam. Və Azərbaycanın götürdüyü siyasi kurs, yəni dövlətin siyasi ideoloji xətti Türkiyədən borc almışdılar sanki. Türkiyədə olan dövlət quruluşunu, yəni o siyasi rejimi, xüsusən başqa xalqlara münasibətdə siyasi rejimi Azərbaycana gətirmək istədilər və bu da çox böyük səhv idi. Azərbaycan çox millətli bir cəmiyyətdir, baxmayaraq ki, bugün də o Türk dövləti kimi dünyaya təqdim edilir. Əslində elə deyildir. Azərbaycanda indiyə kimi tutaq ki, obyektiv rəsmi statistika aparılmıyor. Heç kəs deyə bilməz ki, Talışın sayı nə qədərdir. Heç kəs dəqiq deyə bilməz ki, Türkün sayı nə qədərdir. Digər xalqların adını çəkmirəm heç. Yəni, əgər mənim sayımı tutaq ki, 110 min göstərirsə və yaxud 150 min göstərirsə, yox, mən də deyirəm ki, mənim sayım 2 milyondur. İndi gəl sən sübut elə. Sənin 110 minin nə qədər tutaq ki, doğrudursa, mənim dediyim 2 milyonda o qədər doğru olmalıdır. Çünki obyektiv siyasi alınma ortada yoxdur. Azərbaycan Türkiyədə tutaq ki, digər xalqlara olan münasibəti, siyasəti əks etməyə başladı və təbii ki, bu da çox ciddi şəkildə tutaq ki, o özlərinə milli demokratlar deyirlər. Əvvəla demokratiyanın millisi olmur. Hitler özünə deyirdi, mən milli sosialistəm, ona faşist adı qoydular. Yəni, demokratiyanın millisi də o milli sosializmin bir formasıdır. Demokratiya universaldır və kimsə özünə milli demokrat deyir, əlbəttə ki, bu tamamilə yanlış bir məsələdir və o özünə demokrat deyən rejim tezliklə uçuruldu, dağıdıldı və köhnə kommunistlər başqa formada təzədən hakimiyyətə gəldilər və onların rejimi artıq son 93-cü ildən üzbəri tezliklə 30 il olacaq, 23-cü ildə 28 ildir o rejim davam edir, o rejimdə bir inersiya ilə gedir. O rejim heç bir islahat aparmayıb, nə inzibati islahat aparıb, ümumiyyətlə o müstəqilliyin gətirdiyi xırda korrektələr ki var ki, kömrük sistemi yaradı və yaxud da ki, Xarici İşlər Nazirliyinin funksiyası çoxalıb. Digər bütün orqanlar Sovet hökumətindən qalmadı. Heç bir islahat yoxdur və bu inersiya ilə hələ ki gedir. Amma biz öz haqqımızı, hüququmuzu tələb edirik və Azərbaycan müstəqil olduqdan sonra biraz keçməmiş
Elbette ki bizim hürmetimiz vardı, izzetimiz vardı ve onlar ister Azerbaycan'ın arazi bütünlüğünün temin edilmesinde Talışların çok büyük şücaati var. Talışlar Azerbaycan müstakilliğinin elde edilmesinde çok büyük kahramanlıklar ortaya koyuplar. Ama aynı zamanda bütün bunlara bakmayarak hala ki bizim hukuklarımız sıfır noktasındadır. Talışlar resmi şekilde Azerbaycan hükümeti hala ki kabul etmek istemiyor. Ki Azerbaycan parlamentinde 30 ilde bir cümle Talış dilinde səslənsin ben görmemişim. Bakmayarak ki Talış Azerbaycan'ın halklarından, köklü halklarından, ezeli halklarından biridir. Biz öz hakkımız, hukukumuz uğrunda mübarizə aparırıq. Biz bir grup Azerbaycan Talışlarının fedakarı, işıklı insanları bir yere yığışıp Azerbaycan Talışların İçtimai Şurası adlı bir struktur yaradı. Public Council of Azerbaijan. Talış Public Council of Azerbaijan. İngiliz dilində belədir. Yəni ki, Türkiyə türkçəsində də necə səslənirsiniz onu düzəldərsiniz. Azerbaycan Talışların İçtimai Şurası artıq il yarımdır ki faaliyet gösterir ve bu il yarım ərzində biz xeyli işler görmüşük. Biz açık şekilde biz halkımızın reabilitasiya olunması meselesini ortaya koymuşuz. Talışlar bilirsiniz ki qədim tarixə malik xalqdır, zəngin tarixə malikdir. 200 il bundan önce onların ayrıca ki Azerbaycan'ın diğer regionları ile eyni start xəttində olublar. Sadece olarak evvel Çar Rusyası sonra Sovet İmperiyası bizi sıkıştırıp asimile etmekten ötürü muhtelif tedbirlere el atıp geçen asrın 30. illerinde Stalin tarafından represiyaya maruz kalmışız biz. Talış adını bütün resmi senedlerden çıkardılar. Şimdi bizim işimiz gücümüz Talış'ın reabilitasiyası ve Talış kimi Azerbaycan cemiyetine integrasiya olunmaktadır. Biz hesap edirik ki Azerbaycan devleti hem de Talış'ın devletidir. Devlet, biz devleti bu cür görürük. Devlet de bize öz halkı kimi bakmalıdır. Yani bizi tanımalıdır. Bizim haklarım ilk növbədə bizi tanımalıdır. Talış sözünü demekten prezident Talış sözünü deməlidir. Talış xalqının varlığını itiraf etməlidir. Demir bunu. Demir, utanır, bilmem ne dese korkur. Bunu demir. Ve aynı zamanda Azerbaycan hükümeti Talış medeniyetinin inkişafı ile bağlı. Təsəvvür edin, son 30 ildə 1 manat da Azerbaycan devletinden Talış medeniyetinin inkişafı ile bağlı pul ayrılmıyor. Ama biz işler görmüşük. Şimdi benim arkamdaki kitapxanaya bak, orada çıkan kitaplar ben hele 2 gün bundan önce Talış dilinde Talış şairlerinin almanakı, poeziya, şiirler toplusu. Böyle kalın bir kitap çaptan çıkardılar. Fırsattan istifade edirəm. Bunda zahmeti olan her bir ziyalıya, işıklı insanımıza, aydınlarımıza buradan teşekkürümü bildirmek istedim. İnşallah ben o kitabı da elde ederim. Yani biz öz vesayetimiz hesabına Mahmud Bey 12 milyon eğer her 12 milyon insan $1 her ay koysa 12 milyon dolar eləyər. 12 milyon dolarla biz indi internet televizyası işlədirik. PK çıkarıp ayrıca kanallarımız olabilir. Bu bakımdan yani ben hesap edirəm ki biz xalqı maarifləndirməliyik, xalqla işləməliyik, xalq özünə qayıtmalıdır. Xalq öz ana dilindən danışmaqdan utanmamalıdır. Biz kompleksləri vaxtında ifşa etməliyik. Kompleksler. Kompleks nedir? O dediğim latifelerdi. Ya Ruslar anekdot değil, anekdotlardı. Yani anekdot Latin sözüdür. Yani ki siz de başa düşersiniz beynəlxalq sözdür. Anekdotlar bizim hakkımızda xüsusi məqsədlərlə uydururlar. Yani ben maraqlanmışam, mən xüsusi xidmət orqanları dünya səviyyəsində metodologiyası elə bu cürdür. Anekdot uydurur, məni özümü özümdən iğrəndirir, özümü özümdən utandırır, özümə kompleks yaşattırır. Yok ben Talış değilim ama o dili bilirəm. Və yaxud da ki Talışam ama o dili bilmirəm. Yani belə şeylər indi mən də deyirəm ki 2 milyona kadar Talış yaşayır Azərbaycanda ama bugün 2 milyona kadar adam Talış dilinde danışmır. Talışların əksəriyyəti öz ana dillerini unutmağa başlayıblar. Bu Talışlar tek Talışın faciası değil. Bu bütövlükdə Azərbaycan cəmiyyətinin faciəsidir. Bütövlükdə bəşəriyyətin faciəsidir. Eğer bir dil ölürse 2500 dil o kadar da yer küresi için çok büyük bir rakam değil. Eğer her gün bir neçə dil ölürse bu yer küresinin planetin faciəsidir. Deyirlər ki iklim değişikliği var.
Elə iqlim dəyişikliyinin bir səbəbi də elə bu xalqlara münasibətdədir. Yəni Allah Teala Qurani Kərimdə, müqəddəs kitabımızda buyurur ki, mən sizi tayfalara və qəbilələrə böldüm ki, bir-birinizi tanıyasınız. Bəli, biz bugün Azərbaycan pasportu gəzirən hər bir şəxs Azərbaycan vətəndaşıdır. Amma bizim etnik mənsubiyyətimiz müxtəlifdir. Sən türk ola bilərsən, o birisi Rus ola bilər, o birisi erməni ola bilər, birisi talış ola bilər. Bunu qəbul etmək lazımdır və reallığa olduğu kimi baxmaq lazımdır. Hesab edirəm ki, illüziya ilə yaşamamalıyıq. Biz provokativ, radikal iddialar ortaya qoymalı deyilik. Biz ümumi toplumun mənafeyi nəzərə alınmaqla və perspektivdə açılacaq imkanları dünyanın qəbul etdiyi məsələlər var. Mahmud bəy, dünyanın bugün qəbul etdiyi məsələlər var. Siz təsəvvür edin, Evet. Kataloniyada, İspanya Avrupanın mərkəzi, qədim dünyanın mərkəzi, demokratiya mərkəzi. Burada Kataloniyada referendum keçirildi. Katalonlar əksəriyyət 75%-dən yuxarı referendumda səs verdilər ki, biz Kataloniyanın müstəqil olmasını istəyirik. Amma dünya qəbul etmədi və dünyanın qəbul etdiyi qayda bugün budur. Baxmayaraq ki, İspaniyada Kataloniyanın hər şeyi var. Bugün də var. Hətta özünün idarə hüququ var. Onların parlamenti var. Onlar sadəcə olaraq orada vergi məsələlərində Kataloniya büdcəsinin xeyli hissəsi mərkəzi büdcəyə gedirdi. Onlar narazılıq edirdilər. Yəni, mənim nə demək istədiyim o idi ki, dünyanın qəbul etdiyi məsələlər var. Biz onlardan daha hündür tullanmalı deyilik ki, həmin məsələlər ətrafında bunu bir məsləhət kimi, qardaş məsləhət kimi də qəbul edə bilərsiniz. Siz öz taktikanızı, strategiyanızı hazırlayıb xalqla işləməlisiniz. Lazım gələrsə, bəli, Türkiyə cəmiyyəti ilə işləmək lazımdır. Türkiyə cəmiyyətini başa salmaq lazımdır. Mən hesab edirəm ki, Türkiyə cəmiyyətində müəyyən sivil insanlar olmamış olmazlar. Mən indi baxıram, görürəm ki, bir Kürd yazıcısı asimilyasiya siyasətindən açıq şəkildə elə Ankara'da, İstanbul'da oturub yazır, danışır. Asimilyasiya siyasəti. O deyir ki, bu antibəşəri siyasətdir. Bilirsiniz, irqçilik, mən dedim ki, yəni BMT səviyyəsində irqçiliyin bütün növlərinin ləğv edilməsi haqqında konvensiya var. Bütün formalarını. İrqçilik beynəlxalq cinayətdir. Əgər kimsə deyir ki, Türkiyədə bugün çıxıb deyir ki, mən irqçiyəm, bu beynəlxalq cinayət törətmiş olur. Mən hesab eləyirəm ki, onu deyən şəxs bunun beynəlxalq cinayət olduğunu başa düşmür, anlamır. Əgər başa düşsə elə deməz. Yəni, irqçilik yaxşı əməl deyil. İrqçilik Allahın öz bəndəsinə məqbul bildiyi əməl deyil. Öz bəndəsi üçün müsbət bildiyi bir hadisə deyil. Ona görə mən irqçiyəm demək həm Allah qarşısında, həm də bugünkü ümumbəşəri normalar qarşısında cinayət törətmək kimi bir şeydir. Odur ki, biz artıq 1 saat 5 dəqiqədir danışırıq. Mən son çıxışma rezümü olaraq deyirəm ki, biz hesab edirəm ki, biz dünyanın qəbul etdiyi məsələlər çərçivəsində hərəkət etməliyik. Yalnız bu yolla öz xalqlarımızı azadlığa çıxarda bilərik. Mesela radikal şüarlarla mən öz mövqeyimi deyirəm, siz qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. Amma məsələ belədir ki, məsələni radikal qoymaqla onsuz da xalq qorxudulub. Sizə bir məsələni açım. Amerika Birləşmiş Ştatlarının ekspertləri bizim Talış regionunda, Azərbaycanda eksperiment aparıblar, sorğu aparıblar. Sorğu və müşahidələri sonra bir məqala kimi yazıblar. Deməli, nəticə onlar belə çıxardıblar ki, Talış Muğan Respublikası sindromu faktoru bugün insanların özünə Talış kimi adlandırmaq, Talış identikliyini ortaya çıxarmaqda maniçilik törədir. İnsanlar həmən hadisədən qorxaraq bugün özünə Talış demir. Təsəvvür edirsinizmi? Yəni, bu tarixi dərsdir. Bu tarixi dərsdə mən hesab edirəm ki, nəticə çıxartmaq lazımdır. Buyurun, söz sizdə. Evet, çok teşekkür ederim. Tabii şimdi Türkiye 1950 yılından beri vermek istiyor. Ama ne Avrupa Birliği 1957'den beri Avrupa Birliği. Yani neredeyse 70 yıldır Avrupa Birliği'ne giriyor. Ama Avrupa Birliği 70 değil 170 yıl geçse
Türkiye'yi Avrupa Birliği'ne koymaz. Türkiye'de Avrupa'ya özünde girmek istemiyor. Kanunların değişmemesi için milleti bununla kandırıyorlar. Yani böyle, çünkü neden giremiyor? Türkiye topraklarının, yani milli misaki denilen toprakların %90'ı Asya'ya, bir Avrupa kıtası toprağında değildir. Eğer ki Türkiye Avrupa kıtasıydı, zaten kaç sene önce rahatlıkla bir Bulgaristan gibi, bir Yunanistan gibi, bir Yugoslavya, hani bu Karabağ gibi vesaire, İspanya, İtalya gibi girerdi. Türkiye Asya kıtasında da Asyatik bir toprağı söz konusudur. Bunun için yani oyalıyorlar. Bir şimdi ki Türkiye Avrupa'ya girecek, Zazalar da hakka sahip olur. Bu hayal olarak önümüzde duruyor. Yani biz bunu veririm. 2 tane ağaç var. Bir ağaç çok kalın, birisi ise çok ince. Sen ikisi koy, ölmez. O ince ağaç yanar gider, diğeri devam edebilir. Şimdi Türklerin Zazalar üzerinde, diyen halklar üzerinde büyük bir baskı, soykırım var. Bunun için hak istemek radikal mıdır? Hakkımı versinler. Radikal devlettir. Devlet otoritesi demokratik değilse teokratik, diktatör bir devlet var. Diktatör devletler istediğiniz kadar bekleyin, sizi sonuçta yok ederler, bizi yok ederler. Bunun için de biz haklarımızı istiyoruz. Bunun radikalizm olarak yorumlanması ben şahsen katılmıyorum. Peki kim isteyecek? Ne zaman verecek? Yok olmaya geldiğimiz noktada mı bu haklarımızı isteyeceğiz? Şimdi vermeyenler yarın hiç verebilirler mi? Tabii ben onu yəqin ki siz mənə istinadən dediniz ki, Türkiyənin Avropa Birliyinə üzv olub olmaması məsələsini. Burada hesab edirəm ki, əlbəttə ki, Zaza qardaşlarımız oturub gözləməli deyirlər ki, Türkiyə nə vaxt Avropa Birliyinə üzv olacaq, ondan sonra bizim haqlarımızı bizə verəcəklər. Bu perspektivdə sadəcə olaraq bir yoldur, amma Zaza qardaşlarımız mən hesab edirəm ki, dillərinin qorunub saxlanılması ilə bağlı iradə ortaya qoymalıdırlar. Özlərinin mədəni haqlarının tələb olunması ilə bağlı iradə ortaya qoymalıdırlar. Və əlbəttə ki, bu xırda məsələlərə biz yön ala bilmiriksə, böyük şeylərdən danışmaq mən hesab edirəm ki, mənasızdır, yersizdir. Yəni ona potensial da yoxdursa əgər, ümumiyyətlə bundan danışmağa mən hesab edirəm ehtiyac yoxdur. Odur ki, ana dilində təhsil, ana dilində radio, televiziya, ana dilində mətbuat və dünyanın sivil xalqlarında olduğu kimi özünü idarə haqqları tələb etmək. Əlbəttə, Türkiyədə bu məsələlər o qədər mürəkkəb, o qədər ciddi, mən başa düşürəm, təbii o qədər ağırdır ki, və Azərbaycanda çoxluqda qalan toplum da onu bura gətirmək istəyir ki, və hətta mən tez-tez Azərbaycan cəmiyyətində Azərbaycan-Türkiyə Konfederasiyası belə məsələlər ortaya qaldırılır. Sonra son Qarabağ savaşından sonra Azərbaycan cəmiyyətində belə avtoritar rejimlə paralel bir var, ilkçi bir camiyə var, ilkçi bir camiyə, yəni Türk ilkçiliyi, pan-türkistlər deyirlər onlara. Onlar bəzən görürsən ki, açıq aydın şüarlar səsləndirirlər ki, əgər Türkiyə ordusu, Türkiyə hərbi bazası Azərbaycanda yaradılarsa çox yaxşı olar, onda etnik azlıqda qalanlar səslərini çıxarda bilməzlər. Yəni mən başa düşürəm, Türkiyə Azərbaycan millətçiləri üçün bir, necə deyərlər, simvoldur. Və siz təsəvvür edirsinizmi? Azərbaycan millətçiləri gedirlər Suriyada Türkmənlərin haqları məsələsini qaldırırlar.
və yaxud da ki, Çində Uyğurların məsələsini qaldırırlar. Amma heç bir vaxt demirlər ki, Türkiyədə Zazaların hüquqları pozulur. Yəni dünya ikili standartlarla, yəni ədalətsiz dünyadır. İkili standartlar dünyanın ağuşunu alıb. Ona görə Allah hesab edirəm ki, bu məsələləri hansısa formada yoluna qoyur. Ədalət gec-tez bərpa olunur. Bir ilahi ədalət məsələsi var. İlahi ədaləti mən də hesab edirəm ki, o qədər də ona uymaq, onu gözləmək lazım deyil. Amma öz dairəndə, öz ətrafında, öz mübarizəndə konstitusiyanın, müasir beynəlxalq hüquq normalarının sənə verdiyi imkanlar çərçivəsində sən öz haqlarının uğrundan mübarizə aparmalısan. Bu Allahın bir bəndə olaraq insan üzərinə qoyduğu həm də bir vəzifədir. Mənim fəlsəfəm belədir, mənim düşüncəm belədir, mənim dərk etməm belədir. Mahmud abi. Evet, size bir son soru sorayım. Sizi çok yordum. Bakmayın. Şimdi Buyurun. Türklerle, Türkiye Cumhuriyeti ile Azerbaycanlar, bunlar birleşme projeleri diyorlar. Yani böyle bir proje var. Yani dış Türklerle birleşme projesi. Böyle bir federasyon, konfederasyon Azerilerle birleşmek istiyorlar. Tabii bununla birlikte Zazalarla Talişler nasıl birbirini desteklemek, hangi konulardan, hangi araçlarla sağlanabilir? Son sorumuz. Təşəkkürlər. Əvvəla bu bir arzudur. Dünyada irqi əlamət üzərində imperiyaların qurulması mən hesab edirəm ki, müasir dünyada qəbul edilən deyil. Bu ayrı-ayrı dairələrin, ayrı-ayrı mərkəzlərin arzusu ola bilər və mən yəqin ki, bu arzu olaraq təbii ki, qalacaqdır. Burada söhbət tutaq ki, Türkiyədən, Aralıq dənizindən ta Monqolistana qədər böyük Turan yaradılmasından gedir. Ona qalsa Hind-Avropa xalqlarının birləşməsi məsələsi ortaya qoyula bilər. Ona qalsa Slavyanlar bugün heç tutaq ki, Polşada Slavyandır, Rusiyada Ruslar da Slavyandır, Ukraynlar da Slavyandır, Ruslar da Slavyandır. Bugün müharibə vəziyyətdədirlər. Yəni bunlar arzudur, bunlar niyyətdir və mən bunlara xoş arzu, xoş məram kimi baxmıram. O ki qaldı, əlbəttə xalqlar arasında ünsiyyət olmalıdır, qarşılıqlı əlaqə olmalıdır, mədəni əlaqələr olmalıdır, gedişkənlər olmalıdır. Xalqlar bir-birini öyrənməlidirlər, bir-birindən yaxşı əməlləri əxs etməlidirlər, bir-birindən yaxşı əməlləri öyrənib gənc nəsillərə verməlidirlər. O ki qaldı, Talışlarla Zazalar, əlbəttə ki, bunlar qohum xalqlardır. Mən hesab edirəm ki, bizim xalqlar arasında əlaqə bizim xalqların təşkilatları arasında qurulmalıdır. Xalq öz övladları çiynindədir. Xalq abstrakt bir anlayış deyil ki, xalq, bugün Zaza xalqı tutaq ki, Mahmud bəyin, Mahmud abinin çiynindədir. Bugün Talış xalqı Azərbaycan Talışların İctimai Şurasının çiynində gedir. Bax, yəni bu əlaqələri mən xalq təşkilatlarının, xalqın öz fəaliyyət orqanlarının bir-biri əlaqəsində görürəm. Zazanın belə bir təşkilatı varsa, mən məmnuniyyətlə Azərbaycan Talışların İctimai Şurası ilə həmən təşkilat arasında əlaqələrin qurulmasına, beynəlxalq tədbirlərin həyata keçirilməsinə, beynəlxalq tədbirlərin təşkil edilməsinə biz konferanslar təşkil edə bilərik. Misal üçün, Zazanın aydınları ilə Talış aydınları, Zazada olan qeytilərlə mütləq deyil, mütləq xaricdə yaşayasın. Türkiyədə yaşayan Zazanın aydını ilə mən Avropada, Türkiyədə və yaxud da ki, Azərbaycanda hansısa bir formada bir araya gələ bilərik. Biz öz dərdimizi bir arada çözə bilərik. Biz Azərbaycandakı siyasi rejimin, Türkiyədəki siyasi rejimin kopyası olması haqqında dünyaya car çəkə bilərik. Oradakı siyasi rejimin bura ixrac edilməsi, bunun hansı nəticələrə gətirib çıxarması, əlbəttə ki, bu məsələlər aktualdır, vacibdir. Bütövlükdə dünyanın sivil inkişafı üçün. Biz istər həm Azərbaycanda, mən sizə açıq deyim, həm Azərbaycanda, həm də Türkiyədə biz sivil cəmiyyətlərin qurulmasının tərəfindəyik. Sivil elə bir cəmiyyət ki, orada o torpağa bağlı olan,
Holland gedib Azərbaycanda yaşamayacaq ki. Yəni mən məcburən Hollandiyada yaşayıram, məcburən. İmkanım olsa vətənimə dönərəm, Azərbaycana dönərəm. Və Azərbaycanda tutaq ki, sivil bir cəmiyyətin qurulmasını mən maraqlıyam. Elə bir cəmiyyət ki, orada o torpağa bağlı olan hər bir insanın rahatlığı olsun, mənəvi rahatlığı olsun. Mənəviyyatla bağlı bizim bugün çox ciddi problemlərimiz var. O problemlərin həllinə də biz çalışırıq. Qaldı konkret sizin sualınıza rezüme edin. Biz xalqlar arasında, yəni Zazalarla Talışlar son illər birləşiblər, biz görmüşük və bu son illər daha yüksək səviyyədə tez-tez belə verilişlər təşkil edilir. Mən hesab edirəm, veriliş səviyyəsindən də çıxmaq lazımdır. Müəyyən konferanslar, bir yerdə görüşmələr təşkil etmək olar. 50 nəfərin, 100 nəfər aydının, 50 nəfər Talış aydının, 50 nəfər Zaza aydının bir yerdə yığılması, müzakirələr etməsi, birgə bəyanatlar verməsi, o bəyanatları Birləşmiş Millətlər Təşkilatına göndərməsi, Avropa Şurasına göndərməsi. Biz ikimiz də, mən bayaq dedim, Şimali Talış və Zaza. Şimali Talış Azərbaycanın yurisdiksiyası altındadır. Biz ikimiz də ki, Avropa Şurasının müstəvisindəyik. Və bu müstəvidə müəyyən işlər əlbəttə ki, görmək olar. Evet. Evet, yayınımıza katıldığın için çok teşekkür ederiz. Gene bu güzellerinizi başka zamanda dinlemek istiyoruz. Sizi hürmetle selamlıyorum. Bu görüşmelerimiz daha sıcak, daha iyi bir konuma gelecek çalışmaları hep birlikte sürdüreceğiz. Birbirlerimizi ziyaret edeceğiz. Bu imkanlarımız vardır. Birlikte olmak en büyük dileğimizdir. Saygı. Təşəkkürlər edirəm sizə bir daha dəvət üçün, dəvət etdiyiniz çox sağ olun. Mən də sizə işlərinizə çoxlu uğurlar arzu edirəm. Arzu edirəm ki, arzularınız, niyyətləriniz gerçək olsun, gerçəkləşsin. Tezliklə xalqlar öz mənəvi azadlıqlarına qovuşsunlar. Təşəkkürlər, var olun. Talışlar deyirlər, dıxrado həmro. Zaza halk tarihine ışık tutan tarihçi Vedat Kaymak yeni bir kitapla siz Zaza halkını ve batılı oryantalistleri aydınlatmaya devam ediyor. Evet, tarih durmaksızın ilerleyen bir yaşam kanunudur. Ve bu yaşam diyalektiğinde asırlardır tarihin karanlık sayfalarına hapsedilmiş Zaza tarihi Vedat Kaymak'ın kalemiyle gün yüzüne çıkmaya devam ediyor. Vedat Kaymak'ın son çıkan Zaza Halk Tarihi kitabı 3 dilde yayınlanarak siz Zaza halkına ve dünya halklarına rehber olmaya devam ediyor. Siz saygıdeğer dinleyiciler, yanlış duymadınız. Asırlardır karanlıklarda olan Zaza halkını aydınlığa kavuşturan bir kitap. Birçok dilde herkesin anlayabileceği bir şekilde yazılmış Zaza halkının en mükemmel tarihi. Ey Zazalar! Tarihinize, hafızanıza ve benliğinize sahip çıkın.